Bakı-Qazax magistralında ağır yol nəqliyyat hadisəsi baş verib. Bizim TV'nin yerli bürosunun verdiyi məlumata görə qəza yolun Hacıqabul rayonundan keçən hissəsində qeydə alınıb. Məlumata əsasən Mitsubishi Pajero markalı minik avtomobili idarəetməni itirərək yol kənarında beton dirəyə çırpılıb. Qəza nəticəsində avtomobildə olan 4 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralananlar 1979-cu il təvəllüdlü Maksud Qaraşov, 2010-cu il təvəllüdlü Yusif Maksudoğlu Qaraşov, 1990-cı il təvəllüdlü Aytaç Elxan qızı Qaraşov və 1946-cı il təvəllüdlü Məxmər Xalıqverdi qızı Qaraşova Kürdəmir rayon mərkəzi xəstəxanasına yerləşdiriliblər. Hadisə ilə bağlı araşdırma aparılır.